Ben Neftçala rayon Keçmiş Gündoğar Gazetesi redaksiyasının işçisi, redaktörü, əməkdaşı Əliyev Əlövsət Əkbəroğlu uzun iller gazet işinde çalışmakla yanaşı xeyriyyət tədbirlərində də çox iştirak eləmişəm. Mənə dair işi düşənlərə təmənnasız köməklər göstərmişəm və çətinliyə düşəndə də bir çoxlarından təmənnasız köməklər görmüşəm. Mən xəyalıma gəlməz ki, 50 arabasına möhtac olarım. Bu vəziyyətə düşəndən sonra belə heç kəs heç vaxt deməsin. Hər bir insan hər bir vəziyyətə düşə bilər. İndi tali mən də bu vəziyyətə gətirib çıxardıb. Bu hamı həyatının son vaxtında, son məqamında ağır xəstəliyə düşəndə eyni vəziyyətdə olmuş. Çox adamlar var ki, laf məşhur adamlar ömrünün ahıl vaxtında heç bir köməyi olmur, tək qalır, heç bir yardımcısı olmur. Birinci mən sizə təşəkkür edirəm. Bax, Sadiyə, qızlarım Nasibana, Arzuya, nəvəm Qumbriya, Allah köməyiniz olsun. Təminiyə, Stariyə, bütün ətrafımda olan adamlara, bunun özünə də bir çox adamlar həsəd aparır. Bu özü də böyük şeydir. İndi bu məqam gəlib, indi 50 arabasına möhtac olmuşam. Bu sahədə xidmət eləyən, o təmənnasız yardım göstərənə öz təşəkkürümü bildirmişəm. Onu da yəqin ki, bu çəkilişə əlavə eləyəcəksiniz. İndi mən neçə vaxtı yasaqdan dura bilmirəm, həyətin özündə yaxşı otura bilmirəm. Birinci dəfədir bu belə rahat vəziyyətdə buranı gəzəcəm. Allah köməyiniz olsun. Kömək edin indi mən. Bu yaxınlarda ağır xəstəliyə düşdüm və mənim əl arabasına ehtiyacım oldu. Bununla bağlı qızlarım, nəbələrim sosial şəbəkələrdə ehtiyaca möhtac olduğumu paylaşım elədilər. Az vaxtda bizə bununla bağlı bir neçə məlumat daxil oldu ki, ayrı-ayrı ünvanlarda istifadəsiz qalmış əlil arabası satırlar. Biz həmin ünvanlara, ünvanların bir neçəsinə müraciət etdik. Məlum oldu ki, onların hamısı artıq satılıb. Kimlərsə gəlib 200-300 manat civarında qiymətə alıblar. Belə bir axtarış apardığımız bir vaxtda köməklik hardansa tanımadığım ünvandan bizə yardım gəldi. Heç xəyalımıza gəlmədiyi bir vaxtda. Fırlat. Kırım döndürə biləcəksən. Bugün 2026 yıl iyul ayının 10'unda bize tanımadığım ünvandan 2 nəfər şəxs, bir kadın, bir kişi 50 arabası getirdi. Ben bu arabanı kimin gönderdiğini bilmirəm. Əsl təmənnasız köməkliyin ne olduğunu hayatımda ilk dəfə əyani gördüm. Əsl təmənnasız kömək buna deyirlər. Bu köməyi göstərən kimdirsə, Allah ondan qəni-qəni razı olsun. Çoxlu təşəkkürümü bildirirəm. Allah heç kəsə möhtac eləməsin. Amma möhtac olanda da təmənnasız, qərəzsiz, məqsədsiz kömək göstərən insanlar olub, var və olacaq. Belə bir
şəxsin əyani köməkliyin gördüyümə görə dönə-dönə təşəkkür edirəm. Çox istərdim mən onu şəxsən adını, familiyasını, nə işin sahibi olduğumu biləm. Çox sağ olun. Bir daha təşəkkür edirəm və bir daha həyatda belə təmənnasız köməklik göstərə bilən adamların olduğuna ürəkdən sevinirəm. Çox sağ olun. Həmişə insanlar, çarşıda həmişə bir-birinə belə təmənnasız kömək göstərsin. Çox sağ olun.